Salam, hər vaxtınız xeyir. Bu günləri Güvən test toplusundan 2025-dən kimyanın ilk anlayışları 1.1-ci bölmədən test izahına başlayırıq. Test izahına başlamamışdan əvvəl bildirmək istəyirəm ki, 11-ci siniflərlə dərsimiz avqust ayından başlayır. 10-cu siniflərlə dərsimiz sentyabrın 9 və 10-cu siniflərlə kimya dərsimiz sentyabr ayının 1-dən başlayacaq. Olimpiyadaya və Respublika Fənn Olimpiyadasına, Respublika Fənn müsabiqəsinə hazırlaşan uşaqlar ilə dərslərimiz isə sentyabr ayının 15-dən sonra başlayır. Biz qeyd etmək istəyirəm ki, topludan, güvəndən, hədəfdən, bir də ki, qayda olaraq Günel Məmmədova, bir də ki, Gəray müəllimin Kimyanın Sirri kitablarından istifadə edəcəyik. Bu kitabların hər biri çox qəşəng kitablardır və onun hər birini sizə əminliklə demək istəyirəm ki, əgər siz dəqiqliklə çalışsanız, imtahanda 30-0 belə yaza bilərsiniz. İndi isə test izahına başlayırıq. Maddələrin xassələrini göstərir. Fiziki xassəsi və kimyəvi xassəsi. Hər biriniz bilirsiniz ki, maddənin fiziki xassəsinə ərimə və qaynama temperaturu, aqreqat halı, kimyəvi xassəsinə isə metallıq, qeyri-metallıq maddələr reaksiyaya girməsi daxildir. Birincidən birinci və üçüncüyə, ikincidən isə ikinciyə xətt çıxır. Doğru cavab C variantı. İkinci sualda deyir ki, X, Y, Z. X-də -20 dərəcədə əriməyə başlayır, 40 dərəcədə isə qaynamağa başlayır. Y 40 dərəcədə əriməyə başlayır, 240-da qaynamağa başlayır. Z isə 0 dərəcədə əriməyə başlayır, 100 dərəcədə isə qaynamağa başlayır. Temperaturu 30-dan 60-a dəyişəndə hansı maddələrin aqreqat halı dəyişər? İndi bunu bir-bir qeyd edirik. X üçün ərimə temperaturu X-də 20 dərəcə, qaynama temperaturu isə 40 dərəcədir. Hər biriniz bilirsiniz ki, 20 dərəcəyə qədər bərk halda olur. 20-dən 40-a maye, 40-dan sonra isə qaz halında olur. İndi 30 dərəcədədir. 30 dərəcədən 60 dərəcəyə artıranda maddənin aqreqat halı dəyişir. 30 dərəcədə indi 20 ilə 40-ın arasına 30 yerləşirmi? 30 dərəcədə maye, 60 harda yerləşir? 40-dan sonra 60 dərəcədə isə qaz halında olur. Demək ki, X-də aqreqat halı dəyişdimi? Dəyişdi. Aqreqat halını dəyişən X-i götürdük. Y-ə indi baxırıq. Y-də əriməsi 40 dərəcə, qaynaması 240 dərəcə. 30 dərəcə harada? 40 dərəcəyə qədər bərk. 40-dan 240-a maye. 240-dan sonra isə qaz halında olur. 30 dərəcə harada yerləşir? 30 dərəcə 40 dərəcədən əvvəl yerləşir. 30 dərəcədə bərk halda olur. Sonra 60 dərəcə, 40 dərəcədən sonra 40-dan 240-ın arasında yerləşir. 60 dərəcədə maye. X ilə Y aqreqat halını dəyişdi. X ilə Y aqreqat halını dəyişir. İndi Z üçün baxırıq. Z-də 0 və 100 yazırıq. 0 dərəcəyə qədər bərk, 0 dərəcəyə qədər bərk. 0 ilə 100 aralığında maye, sonra isə qaz halında olur. 30 dərəcə və 60 dərəcə 0 ilə 100 aralığında yerləşir deyə X-dən Y-ə, Z isə aqreqat halını dəyişmir. Aqreqat halını dəyişən X və Y, A bəndi. Sonra
Üçüncü sualın başlayırıq izahını yazmağa. X maddəsi ərmə temperaturu X maddəsi üçün -20 dərəcə, qaynaması isə 40 dərəcədir. Deyir ki, 60 dərəcədən -10 dərəcəyə qədər azaldılarsa, 60 dərəcə harda yerləşir? 60 dərəcə 40-dan sonra yerləşir. -10 dərəcə harda yerləşir? Burada yerləşir. Aha, 60 dərəcədə qaz halında, -10 dərəcədə -10 dərəcədə maye, -20-dən sonra isə bərk halda olur. Qazdan mayeye keçid nə idi? Qazdan mayeye keçidin adı kondensləşmədir. Qaz halına mayeye keçid kondensləşmə. Kondensləşmə üçüncü sualda olan variantı seçirik. C bəndi. Kondensasiya nə idi? Qaz halından maye halına keçid. X-imiz qaz, Y-imiz maye. Sublimasiya isə bərk haldan qaz halına keçid. Z-imiz isə bərk. D bəndi 4-cü sualda. 5-ci sualda deyir ki, hansı temperaturda X maye halında olur? Əriməsi 20, qaynaması 180'dir. 20 ilə 180 arasında o nədədir seçirik. Burada 50 dərəcə 20 və 180 arasında yerləşir. Ona görə də 50 dərəcədə maye haldadır. 15 dərəcə 20 dərəcədən kiçikdir bərk. 200 dərəcə 20 dərəcədən 200 dərəcə 180 dərəcədən böyükdür deyə qaz, 0 dərəcə 20 dərəcədən kiçikdir deyə bərk, -20 dərəcə 20 dərəcədən kiçikdir deyə bərk halında olur. Sonra ərimə temperaturu 5 dərəcə, qaynaması 120 dərəcədir. Deyir ki, X maddəsi üçün hansı ifadələr doğrudur? 0 dərəcədə əriyir. 0 dərəcə, indi bunu yazırıq. Hər hansısa bir X maddəsi üçün X yazırıq ərimə yuxarısına. Ərimə və qaynama. Əriməsi 5, qaynaması 120. 0 dərəcədə bu hansı halda olur? 0 dərəcədə görürsünüz ki, 0 dərəcə 5 dərəcədən əvvəl yerləşir. Bərk halda olur. Sonra 20 dərəcədə maye halda olur. 20 dərəcədə maye halda olur. Bu indi doğrudurmu görək? 20 dərəcədə 5 ilə 120'nin arasında yerləşirmi? Bəli. 20 dərəcədə maye halda olur. Doğrudur. Sonra 50 dərəcədən 100 dərəcəyə qədər qızdırdıqda aqreqat halına dəyişir. 50 dərəcə harda yerləşir? 50 dərəcə 20'dən sonra 5 ilə 120'nin arasında. 100 dərəcə harda yerləşir? Bu da 5 ilə 120'nin arasında. Hər ikisində də görürsünüz ki, maye halında olur. Aqreqat halını dəyişmir. Doğru cavab da 7'də, 6'da yalnız 2. B bəndi. 7-ci sualda qaz halında olan X, Y, Z maddələri üçün kütlənin həcmlərindən asılılıq qrafiki verilmişdir. Qazların sıxlıqlarını müqayisə edin. Baxın, burada ən yüksək hər hansısa bir V temperaturunda bunu çəkmişəm. Ən yüksəkdə olan hansıdır? X. X ən yüksəkdir. Böyükdür Y-dən, böyükdür Z-dən. X böyükdür Y, o da böyükdür Z. A bəndi. 8-ci sualda maddənin fiziki xassəsi aqreqat rəngi, iyi, dadı 1-3'dür. Yanması, başqa maddələrlə reaksiyaya daxil olması isə kimyəvi xassədir. Fiziki xassələri və kimyəvi xassələri müəyyən edin. Oksidləşdirici kimyəvi xassəsidir. Flor ən güclü oksidləşdiricidir. Bu kimyəvi xassəsinə aiddir. Amonyak kəskin iyili qazdır. İyi fiziki xassəsidir. Hidrogen metallarla uçucu olmayan birləşmə əmələ gətirir. Bu da kimyəvi xassəsidir ki, hidrogen metallarla birləşməsidir. Yalnız 2'də 9'da 2 fiziki, 1-3 kimyəvi, 2 fiziki D bəndi. 10-cu sualda deyir ki, verilənlərə əsasən kimyəvi xassələri müəyyən edin.
mayedir. Kimyəvi xassələr, fiziki xassələr aqreqat halı, rəngi, iyi, dadı. Maye aqreqat halına daxildir deyə fiziki xassəsinə daxildir. Amma kimyəvi xassəsini istəyir deyə birləri çıxıran variantlardan A-ya getdi. Yanması kimyəvi xassəsidir. Oksigenlə reaksiyaya daxil olur. Etil spirti yanır. Xüsusi dada malikdir. Dad fiziki xassəsidir. Kimyəvi xassəsi deyil. Üçü də çıxıran variantlardan A, C-yə getdi. B-nin D-nin arasında qalmışam. 78 dərəcədə qaynayır. Qaynama temperaturu fiziki xassəsidir. Kimyəvi xassəsi deyil. Natriumla reaksiyaya daxil olur. Reaksiyaya girmək qabiliyyəti kimyəvi xassəsidir. 2-5 kimyəvi xüsusiyə malikdir. İ isə fiziki xassəsinə daxildir. 11-ci suala baxırıq indi. A maddəsi üçün ərimə temperaturunun -10, qaynamasını isə 70 dərəcə verilibdir. A maddəsi üçün əriməni -10, qaynamanın isə 70 dərəcə. A üçün ərimə və qaynama. -10, -70. Sıfırda indi hansı temperaturda A-nın aqreqat halı doğru verilməmişdir. 0 dərəcədə maye, bunu birinci köçürdürük. Sonra -5 dərəcədə maye, -20 dərəcədə bərk, müsbət 110-da qaz, müsbət 60-da qaz. Burada indi hər biriniz bilirsiniz ki, -10-a qədər bərk haldadır, -10-a qədər bərk, -10-dan müsbət 70-ə qədər maye, müsbət 70-dən sonra isə qaz halındadır. 0 dərəcə -10-dan 70 dərəcənin arasında yerləşir. Bu maye haldadır, doğrudur. Sonra -5 dərəcədə maye, -5 dərəcədə 0-la, -10-dan 70-in, müsbət 70-in arasında yerləşir. Bu da doğrudur. -20 dərəcədə bərk, -20 dərəcə -10 dərəcədən kiçikdir deyə, böyükdür deyə -20 dərəcədə həqiqətən bərk aqreqat halına düşür, doğru. 110 dərəcə 70-dən böyükdür, ona görə 110 qaz. Amma 60 dərəcədə isə maye halda olmalıdır əslində, amma qaz yazır, yanlışdır. Maye. Doğru cavab Y bəndi. 12-ci sual. 12-ci sualda cisim və maddəni seçməliyik. Hər biriniz bilməlisiniz ki, hər bir cisim bir neçə maddələrdən təşkil olunub. Və qayda olaraq mən belə bir qayda deyirəm ki, cismi bir neçə dəfə istifadə etmək olur. Maddəni isə yalnız bir dəfə istifadə edirik. Məsələn, əlimizdəki karandaş, qələm. Biz bu karandaş qələm vasitəsilə, qoy karandaşı tapım, karandaş qələm vasitəsilə bir neçə dəfə həmin bu karandaş qələm vasitəsilə yazırıq. Eynisindən neçə dəfə yazırıq, amma xörək duzun eyni damlasını yalnız bir dəfə istifadə edirik. Klorid turşusunda eyni damlasını yalnız bir dəfə istifadə edirik. Amma qızıl qaşığı biz dəfələrlə istifadə edirik. 12-də 1, 4, 2, 3, 1, 4, 2, 3 deyə bəndə. 13-də X maddəsinin ərimə temperaturu 15 dərəcə, qaynaması isə 90 dərəcədir. X maddəsinin temperaturunu 40-dan 100-ə artıranda nə baş verər? Qeyd edirik. X maddəsi üçün X maddəsi üçün X ərimə və qaynama yazırıq. Əriməsi 15,
Qaynaması 90 dərəcədir. Sonra deyir ki, 40-dan 100-ə keçəndə, 40 dərəcə harda yerləşir? 15 dərəcədən sonra. 100 dərəcə harda yerləşir? 90-dan sonra. Deyir ki, 40 dərəcədən 100 dərəcəyə keçəndə nə baş verər? 40 dərəcədə nə halında olur? Maye. 100 dərəcədə nə halında olur? Qaz. Sonra maye haldan qazala keçid baş verir. Mayədən qaza keçid zamanı molekullar arasında olan məsafə artır. 12-də doğru cavab 2, 13-də doğru cavab 2, 3. Sıxlıq isə mayədən qaza keçid zamanı azalır. Amma sıxlığı verməmişdi heç burada. Soruşmamışdı. Əlavə məlumat üçün dedim. 13-cü sualda deyil, 14-cü sualın oxşarını bayaq izah eləmişəm. Yenə 14-cü sualın oxşarını 14-cü sualda izah eləyim. Oxşar düşərsə, əgər yenə onun izahını sizə verəcəm ki, siz özünüz onu yorumlarda qeyd eləyəsiniz. 14-cü sualda x üçün ərmə və qaynamanı qeyd edirik. Qaynama. Sonra ərməsi -20, qaynaması -80. -20-yə qədər bərk. -20, -80 aralığında maye, sonra isə qaz halında olur. Bunu bilirik. Qeyd edirik ki, indi variantlardan -25 dərəcədən -90-a, -25-dən dərəcədən -90-a gəlibdir. -25 dərəcədə hansı halda olur? -20 dərəcədən kiçikdir. -25 dərəcə -20-dən kiçikdir. Bərk halda olur. 90 dərəcə harda olur? Qaz halında olur. 80-dən böyükdür deyə. Aqreqat halı dəyişdimi bərkdən qaza? A variantını çıxırıq. Çünki aqreqat halını dəyişməyən istəyir. B variantına baxırıq. -10 və -40. -10 dərəcədə hansı halda olur? -10 dərəcə -20 dərəcədən böyükdür maye. -40-da isə -20 ilə -80 arasında yerləşir maye. Aqreqat halını dəyişməyən B variantıdır. Digər variantlarda 14-də sınayırıq. Sonra -40, -120, -40 və -120. -40 dərəcədə harda yerləşir? Maye halda yerləşir. -20 ilə -80 arasındadır maye. -120-də harda yerləşir? -80-dən böyükdür deyə qaz. Aqreqat halı dəyişir. Sonra D variantını qeyd edirik. -25, -5, -25, -5. Y variantını da qeyd eləyək. -0, -110. Bir də ona görə geri qayıtmayayım. -25 dərəcə bərk halına düşürmü? Çünki -25 -20-dən kiçikdir. -25-də bərk. -5-də isə maye haldadır. -20 ilə -80 arasındadır. 0 dərəcədə maye. Çünki 20 dərəcədən böyükdür. 110 dərəcədə qaz. Aqreqat halını dəyişməyən yalnız 2-də oldu. B variantı. 14B. 15-ci sualda ərmə temperaturunu müqayisə edim. 20 dərəcədə x üçün bərk haldadır. X yenə 60 dərəcədə bərk haldadır. Y 20 dərəcədə maye. Z 20 dərəcədə, Y 20 dərəcə, 60 dərəcədə maye. Demək ki, ərmə temperaturu ən kiçik olan Y-dir. Sonra Z bərkdən mayəyə keçib. Z daha sonra qaynamağa ərməyə başlayır.
YZX, YZX D bəndə 15'dir. Aha. İndi en sevdiğim yerlerden biridir. Her biriniz bilirsiniz ki maddənin 3 aqreqat halı var. Bərk, maye və qaz. Bərk, maye, qaz keçidi zamanı sıxlıq azalır. Məsafə, molekullar arasında olan məsafə, molekullar arası məsafə artır. Arası məsafə artır. Sonra cazibə qüvvəsi isə məsafə artır, cazibə qüvvəsi də artacaq. Molekulların arası cazibə qüvvəsi də artır. İndi onu sizə göstərmək üçün həmin o hissəni sizə açmaq istəyirəm. Bircə dəqiqə qoyun tapın. Günar müəllimin kitabından həmin o hissəni tapdım. Baxın indi. Bərk, maye, qaz keçidi zamanı məsafə artır, sıxlıq azalır, nizamsızlıq artır, cazibə qüvvəsi zəifləyir, cazibə zəifləyir. Sonra isə ümumi kütlə dəyişmir, kimyəvi xassəsə dəyişmir, həcm. Qazın həcmi mayenin həcmindən böyükdür, həcm artacaq, kimyəvi tərkibi dəyişmir. İndi baxın burada, mayədən qaza 1-dən 2-yə keçid zamanı sıxlıq azalacaq. Biri səhv yazıb. İkincidə məsafə görürsünüz ki artır. Cazibə qüvvəsini bilirsiniz niyə doğru götürmüşdüm? İşarəyə fikir vermişdim. Ona görə ki mayədən qazdan maye, yəni mayədən qaza mayələrin cazibəsi qazların cazibəsindən böyükdür. 2, 3-də 16-cı sualın doğru cavabı. 17-ci sualda mayelərdə kütlə həcmdən düz, sıxlıq kütlə və həcmdən asılı deyil. 1 doğrudur, sıxlıq rho m-dən v-dən asılı deyil. 2 yanlışdır. Qaynama temperaturu həcmdən asılı deyil. Bunu da indi sizə göstərirəm. 17-ci sualda doğru cavab yalnız 1. 17C. 18-ci sualdan başlayırıq yazmağa. 18-ci sualda X və Y mayelərinin kütlələrinin həcmindən asılı. Kütlə həcmindən asılılıq MV-dən doğrudur göstərilibdir ki, düz asılıdır. X-in sıxılığı onda Y-in sıxılığından böyük. Sıxılığı böyük olan cazibə qüvvəsi az olur. Yox, sıxılığı böyük olandan məsafə az olur. Demək ki, məsafə məsafə olaraq Y böyükdür X, sıxlıq olaraq da X böyükdür Y olmalıdır. 2 ilə 3-ü yanlış veribdir. Cazibə qüvvəsi isə sıxlığı böyük olanın cazibə qüvvəsi böyük olur. Yalnız bir doğrudur. Sabit temperaturda X mayesi üçün kütlə həcmdən düz, sıxlıq kütlədən asılı deyil. Sıxlıq həcmdən asılı deyil. 1-3 doğru verilib, 2 isə yanlış verilib. 1-3 A bəndi. 20-ci sualda mayedən qaza çevrilmək üçün hansı ifadə doğrudur? Mayedən qaza gedəndə prosesin adı mayedən qaza buxarlanma. Sıxlıq azalır. Fiziki hadisədir. Mayedən qaza isitmə soyuduqda yox, istidilikdə baş verir. Məsafə isə bayaqdan neçə dəfə demişəm, molekullar arası məsafə artır. Mayedən sonra hansı ifadələr doğrudur? Maye qaz çevrilməsində sıxlıq azalır. Bu doğrudur. Kondensləşmə zamanı hissəciklər arasındakı məsafə artır. Kondensləşmə nə idi? Qazdan mayeye keçid. Qazdan mayeye keçid zamanı nə baş verirdi? Məsafə, molekullar arası məsafə qazdan mayeye artır. Sublimə zamanı sıxlıq azalır. Sublimə nə idi? Bərkdən qaza keçid. Həqiqətən də bərkdən qaza keçəndə sublimasiya zamanı sıxlıq azalır. 21-də doğru cavab D. 2, 3. 22-ci suala baxırıq. Maddələri bir-birindən fərqləndirən fiziki və kimyəvi xassələri müəyyən edin. Oksigenlə ozonu göstəribdir. Fərqləndirən xassəsini istəyir. Eyni olan fiziki kimyəvi xassəsini götürməyəcək. Görürsünüz ki, həm oksigen, həm də ozon qaz halındadır. Bu eynidir deyə biri heç birinə götürmürük. Gümüş reaksiyaya girmir, amma ozon girir. Bu bir-birindən fərqləndirən kimyəvi xassəsidir.
2'nin altına 2'ni yazırıq. İ isə oksigen İ'sizdir. Ozon isə xoş İ'lidir. 3'ün də biri 3'ün altına, sonra isə 2. Y bəndi. Bəsit maddənin çevrilməsi zamanı sıxlıq artır. Sıxlıq artırsa qaz, maye bərk olmalıdır. Sublimasiya nə idi? Bərkdən qaza keçid. Bu zaman sıxlıq azalır, artmır. Ərimə nədir? Bərkdən mayeye keçid. Sıxlıq azalır, artmır. Kondensasiya isə qazdan mayeye keçiddir. Bu zaman sıxlıq artır. 23-cü sualda yalnız 3C. 24-cü sualın oxşarını bir neçə dəfə işləmişəm deyə 24-cü sualın sizə yorumlarda cavablarını gözləyəcəm. Və yaxud da ki 24-cü sualın cavabını 051 579 17 43 nömrəsinə 055 579 17 43 nömrələrinə qeyd edə bilərsiniz. Nömrəni mən videonun altına qeyd edəcəm. Kim qoşulmaq istəyir, cavabları qeyd etmək istəyir, cavabları ata bilər, yollaya bilər. Və yaxud da ki, kimin video ilə bağlı yorumlara yaza bilərsiniz və yaxud da ki, mənim öz şəxsi nömrəmə yaza bilərsiniz. Adi şəraitdə aqreqat hallara uyğun olaraq maddələri müəyyən edin. Qaz, maye bərk halında, qrafit bərk haldadır və qrafit qələmin içində istifadə olunan maddədir. Qrafit bərk, yəni üçüncüdən birinciyə gəlməlidir xətt. Ozon, qaz, civə isə maye. Ozon, qaz birincidən ikinciyə, üçüncüdən isə üçüncüyə. A bəndi. Yirmi 26-cı sualdan başlayırıq işləməyə. X üçün 26-cı sualda X-də ərimə və qaynama qeyd edirik. X üçün əriməsi -20 dərəcə, qaynaması A dərəcə, Y üçün əriməsi B dərəcə, qaynaması isə 120 dərəcədir. Sonra 50 dərəcədə X və Y müəyyən maye haldadır. 50 dərəcədə deyir həm X, həm Y mayedir. 50 dərəcədə X, Y maye. 50 dərəcədə X-imiz maye olmaq üçün A-mız ən kiçik 51 olmalıdır ki, -20 ilə 50'nin arasında yerləşsin ədəd. Demək ki, A-mız 50-dən böyük ədəddir. Qeyd edirik ki, A böyükdür 50-dən. Sonra ərimə temperaturu 50 dərəcədən B üçün kiçik olmalıdır ki, yenə maye düşsün. Y-imiz də maksimum 49 ola bilər. 49'dan sonraki qiymətlər ola bilməz. B isə 49 50'dən kiçikdirmi? Kiçikdir 50'dən. İndi A böyükdürmü B-dən? Çünki A 50'dən böyük, B 50'dən kiçikdir. Yəni A 50, sonra A böyükdür B-dən. Birinci doğru. İkinci də A böyükdür 50, bu doğru. B kiçikdir 50 olmalıdır. 1, 2, 26, 27. Hansı maddənin maye halına çevrilməsi ilə nəticələnir? Kondensləşmə nə idi? Qazdan mayeye keçid. Ərimə nədir? Bərkdən mayeye keçid. 1, 2. Sonra donma nədir? Mayedən bərkə. Sublimasiya nədir? Bərkdən qasanlı keçid. Doğru cavab 1, 2. 28-ci sualda. Sıxlıqda normal halda sıxlığı müqayisə eləyəndə mayələrin sıxlığı böyükdür qazların sıxlığından. Normalda sıxlıqları müqayisə eləyəndə mayenin sıxlığı böyükdür qazdan, o da mayədən də bərk böyükdür. Su üçün isə istisnadır. İstisna olaraq su
böyükdür Rho bərkdən, Rho bərkdən. O da böyükdür Rho qazdan. Aha. C böyükdür D-də, maye böyükdür qazdan. Suda isə maye böyükdür bərkdən. C böyükdür D, B böyükdür A. C böyükdür D, Y bəndi. 29-cu sualdan başlayacağıq. Görüm neçə sualdır ümumi. Ümumi sual sayımız azdır. 30 sualdıca. İndi 29-cu sualdayıq. 11 sualımız qaldı. Bax, birinci oxda bərkdən qaza keçid verilib. İkinci oxda isə qazdan bərkə doğru keçid verilib. Bərkdən qaza keçidin adı sublimasiyadır. 1-in altına 4'ü qeyd eləyəcək. 1-in altına 4 qeyd eləyəndə 2-4 ya da 3-4'dür cavab. Bərkdən qaza keçid zamanı sıxlıq azalır. Molekular arası məsafə isə artır. Doğru cavab 1-də 2-4. Sonra qazdan bərkə keçiddir sublimasiya. Qazdan bərkə keçid zamanı istilik ayrılır, xarici doğru ayrılır. 1. Sonra bir də bərkə gələndə sıxlıq artır. 2, 4, 1, 3. Aha, bəndə 29. 30 dərəcədə maddənin aqreqat halını müəyyən edin. Bunu bayaq mən özüm üstündə uşaqlara izah eləyəndə testin üstə qalıbdı. Silməmişəm. Yenə deyim. 30 dərəcə mənfi 10 ilə müsbət 95 arasında yerləşirmi? Maye. 30 dərəcə mənfi müsbət 35-dən kiçikdir deyə bərk. Bu birində isə qaz. Maye, bərk, qaz. Maye, bərk, qaz deyə bəndi. 31-ci sualda temperaturu mənfi 10-dan müsbət 60-a qədər artıranda. Bunu indi bir-bir izah eləməliyəm. X mənfi 20 dərəcəyə qədər bərk, mənfi 20 dərəcədən 40-a qədər maye, sonra isə qazandı olur. Mənfi 10 dərəcə isə mənfi 10 dərəcə, mənfi 20 ilə müsbət 40-ın arasında, müsbət 60 isə 40-dan sonra yerləşir. Mayedən qaza keçid. Mayedən qaza keçidin adı buxarlanma prosesi baş verir. Bu doğrudur. Buxarlanma prosesi zamanı molekullar arasında olan məsafə azalır. Bu da doğrudur. Sıxlıq mayedən qaza molekullar arasında olan məsafə artır, sıxlıq azalır. 1, 3, mayedən qaza keçid fiziki hadisədir, kimyəvi hadisə deyil. 1, 3. Bir də ki, məsafə artırsa hərəkət sürəti daha çox alır ki, bir-birini daha tez cəzb eləsinlər. 1, 3, 5. 32-ci sualda X və Y-in eyni aqreqat halında olduğu temperaturları müəyyən edin. 32-ci sualında izahını və cavabını mən özüm sizdə yorumlarda gözləyəcəm. Bir də ki, kim istəsə WhatsAppda özü cavabı ata bilər. 33-cü sualda eyni şəraitdə X, Y, Z maddələrinin kütlənin həcmdən asılı qrafiki verilmişdir. X, Y, Z hansı ifadələr doğrudur? Bax, sıxlığı ən böyük olan ən yuxarıda olandır. Sıxlığı ən böyük olan X-dir. Bu doğrudur. Bərabər həcmdə götürüldükdə kütləsi ən böyük olan Z-dir. Kütləsi ən böyük olan ən yuxarıda durandır X-dir. 2 səhvdir. Hər üçün kütləsi artanda sıxlıq artır. Kütlə artanda həcm də artır deyə sıxlıq dəyişmir. Yalnız 1. A bəndi. 34-cü sualda ərimə temperaturu və qaynama temperaturu verilibdir. 5 dərəcədə əriməyə başlayır, qaynamada 120 dərəcədir. 5 dərəcədən kiçik olanlarda bərk, 5 ilə 120-nin arasında maye, 120-dən sonra isə böyük olur. O mənfi 10 dərəcə 5 dərəcədən kiçikdir deyə bərk, müsbət 10 dərəcə maye, 1-ə A, 2-yə B, 0 dərəcədə bilirsiniz ki, 5 dərəcədən kiçikdir. 1-ə A, C bərk, 100 dərəcə 5 ilə 120-nin arasında yerləşir. 2-yə B-dir. Qaz halını 150 dərəcə isə 120-dən böyükdür deyə. 1-ə AC, 2-yə B-dir, 3-ə Y. 35-ci sualda hansı hallarda maddənin fiziki xassələri verilmişdir?
Su 100 dərəcədə qaynayır. Qaynaması 100 dərəcədə doğrudur və fiziki xassədir. Oksigen havadan ağır qazdır. Bu da fiziki xassədir. Hidrogen metallarla uçucu olmayan birləşmə əmələ gətirir. Kimyəvi. Suyun sıxılıq fiziki xassəsidir. Suyun sıxılığı etil spiritin sıxılığından böyükdür. Bu fiziki xassəsidir. 1, 2, 4 fizikidir. Natrium su ilə sürətlə reaksiyaya daxil olur. Kimyəvi xassədir. Bir də azot rəngsiz, yiysiz qazdır. Bu da fiziki xassədir. 1, 2, 4, 6. Doğru ifadələri müəyyən edin. Bərkdən mayeyə, mayədən bərkəyə, mayədən qaza, qazdan mayəyə, bərkdən qaza keçid. Bütün hamısı fizikidir. Aqreqat halının dəyişmələrinin hamısı fiziki hadisədir. Üçüncü proses sublimasiyadır. Üçüncü prosesə baxırıq. Qazdan mayəyə keçiddir. Onun adı kondensləşmədir. Sublimasiya deyil. Üçüncü müddəa yanlışdır. Dördüncü proses buxarlanmadır. Bu doğrudur. Mayədən qaza keçidin adı buxarlanma. İkinci proses mayədən bərkə keçid donmadır. Doğrudur. 1, 3, 4 doğru. Bərkdən qaza keçid isə sublimasiyadır. 1, 3, 4 doğru cavab 36. 37-ci sualda aqreqat halının dəyişməsi zamanı baş verən prosesləri müəyyən edin. Bərkdən mayəyə keçid. Bərkdən mayəyə keçidin adı ərimə, 1-ə B. Qazdan mayəyə keçid kondensləşmə 2-yə C. Bərkdən qaza keçid isə sublimasiya 3-ə Y. 1-ə B, 2-yə C, 3-ə Y. 1-ə B, 2-yə C, 3-ə Y, 37 B, C, Y. Sonra 38-ci sualda hansı mahallarda maddənin kimyəvi xassələri verilibdir? Metanın sıxılığı oksigen sıxılığından kiçikdir. Bu fiziki xassəsidir. pH 3 rəngsiz, sarımsaq iyili maddədir. pH 3 rəngsiz. Bax, bu da fiziki xassəsinə aiddir. Rəng, iy, dad. Sonra silisium H4 havada öz-özünə alovlanır. Bu kimyəvi xassəsidir. Oksigen adi şəraitdə qaz halındadır. Fiziki xassə. Azot yodla reaksiyaya daxil olmur. Bu da kimyəvi xassə. 3-5 kimyəvidir. Sonra 39-cu sualda oxşarında demişdim ki, cismi bir neçə dəfə istifadə edirik, maddəni isə yalnız bir dəfə. 39-da cismi bir neçə dəfə istifadə edirik. Alüminium qaşıq və qızıl üzük. B-dir. Maddə isə karbon qazı və çay sodası. A-C. Sonra 40-cı sualı da oxşarını izah eləmişəm. 40-cı sualın da cavabını sizdən gözləyəcəm.